Tez-tez başqalarının həyatında və yaxud da öz həyatımızda eyni bir ssenarini görürük. Həyatımıza girən dost olsun, tanış olsun, partnyor olsun, hər kim olur olsun, sanki anamızın kopyasıdır. Və bu insanı elə bil biz seçib gətirmişik həyatımıza. Münasibətimizdə davamlı anamız kimi gördüyümüz xəyanətlər və yaxud da anamıza danışılan yalanlar, eynisi bizim də üstümüzdə yaşanılır. Və buna hər nə qədər üsyan eləsək də, niyə mənim başıma gəlir sualını tez-tez özümüzə versək də, burada görünməyən bir məqam var hər zaman. Biz uşaqlıqda nə model görürüksə anamızdan və o modelin bizə hər nə qədər yaxın gəldiyini düşünürüksə, çünki anamız bizim həyatımızdakı ilk qadın obrazdır, həmçinin də ilk obrazdır. Çünki biz onun bətnindən çıxırıq və yaxud da sizin qayğı verəniniz kimdirsə, onun haqqında da bunu düşünə bilərsiniz. Və bu dünyaya gəlirsiniz, artıq deyirsiniz ki, bu insan mənim həyatımdakı ilk insandır. Yəni ananızı burada nəzərdə tuturam. Demək, bu insan məni dünyaya gətiribsə, necə yaşanılacağını, necə uşağın yaradılacağını da o bilir və onun eləyəcəyi hər bir şey doğrudur. Nəticədə nə olmağa başlayır? Onun hər yaşadığı ssenari, hər eşitdiyi söz və yaxud da bizə dediyi söz artıq bizim zehnimizdə doğru olaraq algılanır. Çünki niyə bayaq da qeyd etdiyim kimi, əgər bizi bu dünyaya gətirməyə bacarıbsa və bizdən əvvəl yaşayıbsa, demək hər şeyi bacarır düşüncəsi ilə biz yaşayırıq artıq. Və ona görədir ki, artıq ondan eşitdiyimiz sözlərə uyğun sözləri yaşamağa başlayırıq. Məsələn, davamlı anamız bizə deyibsə ki, sən yetərsizsən, sən heç nəyi bacarmırsan və sair və sair tipli nə olmağa başlayır? Artıq psixikamızda anam düz deyir, anam doğrudur, anam nə deyirsə, demək onun dediyi hər şey düzdür. Və nə olmağa başlayır? İşlərimizdə elə bir nöqtədə tıxanırıq ki, özümüzə vurduğumuz damğa yetərsizlik damğası olur. Ki mən yaşamışamsa əgər anam tərəfindən bunu, demək artıq həyatda bunu yaşayacağam. Çünki o nə deyirsə düz deyirdi. Və həyatınıza çəkdiyiniz qadın olaraq rəfiqələrinizdə belə və yaxud da dostlarınızda belə eynisini görürsünüz. Gəlirlər həyatınıza, siz bir şeyi eləyə bilməyəndə normal necə olmalıdır? Dəstəklənməlisiniz. Bu nöqtədə dostlarınız bir şeyi bacarmayanda sizi dəstəkləməlidir. Amma gəlir elə bir şey olur ki, dostlarınız sizi daha da alçaltmağa başlayır. Deyir ki, sən bacarmırsan, yetərsizsən, heç nədən başın çıxmır və sair və sair kimi və sizin həmin an lampalarınız yanmağa başlayır ki, bu sözü mənə anam da deyirdi. Bu sözü indi mənə bu insanlar da deyir. Demək bu söz doğrudur. Bu sözü mənim eşitməyim normaldır. Amma bir şeyi anlamırıq ki, burada qurban psixologiyasına düşüb daha da batmaqdansa, sizə ipucu verildiyi üçün sevinməlisiniz ki, mənim bu inancımın olduğuna dair mənə insanlar ipucu verir ətrafdan. Mənə eyni cür davranılır. Bu qədər mənə bir insanın eyni davranması nə qədər normal ola bilər? Demək, burada baxmam gərəkən bir məsələ var. Mənə 2 dəfə bunu kim demişdi? Kim mənə özümü bu qədər yetərsiz hiss etdirmişdi ki, indi həyatıma çəkdiyim insanlarda da o sözü eşidirəm. Hamı mənə deyir ki, yetərsizsən, sən bacarıqsızsan. Hətta bir şey də var məsələn. Gedirsiniz bir işdə işləyirsiniz. Sizlə eyni işi görür bir insan, eyni vəzifədədir, amma sizdən daha artıq maaş alır, sizdən daha çox qazanır, daha yaxşı insanlar tərəfindən dəyər görür və siz isə ondan daha aşağı bir dəyər görürsünüz. Bu nöqtədə deyirsiniz ki, mənim başıma niyə bu qədəri gəlir? Axı mən də onun qədər çaba göstərirəm. Amma bir şeyi bilmirsiniz və bir şeyin üstündən keçirsiniz. Nə qədər ki, uşaqlığınızda yetərli olduğunuzla bağlı dəyər görmüsünüz və bu artıq sizin psixikanızda bir yerlərə oturub, böyüyəndə də bu istəyir müdiriniz olsun, dostlarınız olsun, tanışlarınız olsun, hamısı tərəfindən eynisini eşidirsiniz. Çünki artıq özünüz haqqında formalaşdırdığınız fikir həyatınızdakı ilk və ən çox güvəndiyiniz insan tərəfindən olan sənə olardı, sən yetərlisən, sən bacarıqlısan fikridir. Və növbəti mərhələlərdə də bunu insanlardan eşitməyə başlayırsınız. Çünki siz artıq buna inanmısınız. Bu birinci məsələ idi ki, ananızın sizə davrandığı kimi insanlar da sizə davranır. Bəs digər mərhələ nə olur? Ananızın taleyini təkrarlamaq. Məsələn, bir qadınsınız, həyatınıza bir partnyor girir və eynən atanıza bənzəyir və siz də fikir verirsiniz ki, siz də ananız kimi davranırsınız bu münasibətdə. Bir müddət sonra deyirsiniz ki, mən niyə anamın taleyini bu qədər yaşayıram? Axı mən fərqli insanam, mən başqa bir insanam, mən niyə onun taleyini yaşayıram ki?
Baxın, bu nöqtədə bir şeyə diqqət yetirməlisiniz. Əgər ananızın böyüdüyü ortamda, yəni sizin böyüdüyünüz ortamda ananızla olduğunuz, ananız necə bir dəyər sistemi görürsə, siz də elə düşünürsünüz ki, artıq siz də onu görəcəksiniz. Çünki dediyim kimi, anamız nədir? Bizim güvəndiyimiz ilk insan modelidir. Və biz düşünürük ki, o nə edirsə, nə yaşayırsa, necə insanlarla qarşılaşırsa, deməyən doğru olanı budur. Və anasından şuurlu olaraq ayrılmayan bir qadın, psixikasında hələ də anası ilə yapışıq olan bir qadın, növbəti mərhələlərdə də nə etməyə başlayır? Elə partnyorlar seçir ki, həyatına anası kimi davransın. Məsələn, tutalım ki, indi bunu çox sadə bir misalla izah eləyəcəm. Ananız uşaqlığınızda daim şiddət görübsə və siz də hələ də bunun təsirində qalmısınızsa, o dövrdə içdən-içə bir günahkarlıq hissi yaşamısınız ki, mən anamı qoruya bilmədim. Çünki uşaq olaraq uşaq elə zənn edir ki, hər şey onun yükümlülüyündədir, hər şey onun üstündədir. O hər şeyi eləyə bilərdi. Və belə olduğu təqdirdə nə olmağa başlayır? Bir uşaq olaraq ananızı qorumadığınızı düşünəndə deyirsiniz ki, daxildən daxilə, mən böyüyəcəm və anamın yerinə keçəcəm ki, anamın yaşadığı həyatı yaşayım, amma ona qarşılıq bu insanlara cavabını verə bilim. Yəni məqsəd burada nə olacaq? Əslində uşaq zehni ilə ananı qurtarmaq olacaq. Məsələn, həyatıma daim mənə şiddət göstərən partnyor çəkəcəm, amma anam kimi dözüb qalmayacam orda. Ordan çıxacam və anama daxildə sübut eləyəcəm ki, bax əslində sən çıxa bilərdin, amma çıxmadın. Yəni bir nöqtədə burada anamıza sübut etmək istəyi gedir. Əslində isə bu belə deyil. Bizim heç kimə sübut etmək, heç kimi qurtarmaq məsuliyyətimiz yoxdur. Bu anamız və atamız belə olsa. Bunu anladınız nə mənada deyirəm? Yəni artıq şuursuz şəkildə daxilinizdə günahkarlıq hissi varsa ki, mən anamı qoruya bilmədim. Bu artıq yanlışdır. Siz nə dərəcədə qoruya bilərdiniz ananızı? Bir uşaq olaraq bir uşaq nə qədər anasını qoruya bilər? Nə qədər onu böyüklərin ona göstərdiyi təzyiqdən azad eləyə bilər? Hər bir nöqtədə özünüzə şəfqət göstərməlisiniz və qəbul etməlisiniz ki, bu sizin həyatınızdır və siz bunu istədiyiniz kimi yaşaya bilərsiniz. Başqalarına bunun üçün heç nə borclu deyilsiniz, heç nə etmək məcburiyyətində deyilsiniz. İnanın mənə, həyatınızda təkrarlanan döngüləri görsəniz ki, hansını ki, ananız da yaşamışdı və yaxud da ananız sizə bu cür davranmışdı, bunların fərqinə varanda zaten zənciri qıracaqsınız və artıq həyatınıza daha sağlam insanları çəkməyə bacaracaqsınız. Şərt deyil ki, mütləq koçla, psixoloqla, o ilə, bu ilə işləyəsiniz. Yox. Özünüz də biraz bir nöqtədə özünüzə baxa bilərsiniz. Bunlar nə üçün lazımdır? Bərkitmək üçün lazım olan nöqtədə təbii ki, sizə daha yaxşı bir dəstək lazım olacaq. Bu nöqtədə professionallara başvura bilərsiniz. Amma mütləq ki, bunu etməyə heç bir dəstəyiniz yoxdursa, maddi gəliriniz olsun və sair və sair, sadəcə həyatınızda təkrarlayan döngüləri seçirsiniz və onları ilk dəfə kimdə görmüsünüz, ona fikir verib o hadisədən çıxırsınız ki, mən artıq yetişkinəm, başqa bir insanam və anamın ssenarisini təkrarlamaya ehtiyacım yoxdur. Bu qədər. Ümid eləyirəm ki, bu qısa video sizin üçün çox işıqları yandırar və həyatınıza çox şey qatar. Əlavə suallarınız olsa mütləq verməkdən çəkinməyin. Görüşənədək.